Salam əziz abituriyentlər. Bugün sizlərə 2025-ci ildə keçirilən OTK tipli sınağın izahını edəcəm. Deməli, başlayaq birinci sualdan. 31-ci sualda. Deyək ki, uyğunluğu müəyyən edin. Erkən tunc, orta tunc, son tunc dövrü standart ibtidai icma quruluşuna aid olan sualdır. A bənd. Ayaqla hərəkət edəcəkdən doğru çarxından istifadə edilmişdir. Son tunca aiddir. Deməli, bu son tunc olacaq. 3-ə A olacaq. İlçə şəhər mərkəzləri orta tunca aid olacaq. Bu şəhər mərkəzləridir, ibarət evlərdir. Bunların hamısının yerlərini dəqiq əzbərləmək lazımdır ki, xəritə formasında da sual düşür. Üçüncü əmək bölgüsü baş vermişdir. Son tuncda 3-ə AC olacaq. Bir neçə qohum qəbilə əmləşdirən tayfanın yaranması erkən tuncdur. D olacaq 1-ə. Əkinçinin maldarlıqdan ayrılması ilə eyni məsələdir. Deməli 3-ə AC-dir. 3-ə AC, 1-ə D-yə, 2-yə də B. Cavab olacaq Y bəndi. 32-ci sual. Manna hökmdarı Aşerin hakimiyyət dövrünə aid deyil. Aid olmayan. Asuriya torpaqlarına hücumlar edib. Asuriya hökmdarı Şorbalanpa'nın hücumunu dəf etməyib. Dəf edilməsi yanlışdır. İskit padşahlığına ittifaq qurub. Asuriya ilə ittifaqı pozub. Bu da doğrudur. Mərkəzi hakimiyyətə qarşı üsyan baş verib və 650-ci ildə üsyan nəticəsində Aşeri öldürülür və yenə o adil gəlir. Deməli, 33-cü sual. Qranada əmirliyinin süqutu nəticəsində Portuqal istisna olmaqla bütün Pireneya yarımadası İspaniyanın əlinə keçdi. Bu doğrudur. 1492-ci ildə. Cavab ilə A bəndi olacaq. Vahid İspaniya dövləti yarandı. Xeyr, bu 1479 idi. Bunu atarıq. Müsəlman yəhudilərin dini azadlığı təmin edildi. Xeyr, edilmirdi. Müsəlman və yəhudilərə söz verdilər ki, Qranadanı bizə verin, biz sizə icazə veririk. Amma icazə vermədilər. Onlar dedilər, ya xristianlığı qəbul edin, ya da köçün gedin buralardan. Kordova xilafəti bir neçə əmirliyə parçalanacaqdı 10-cu əsr. Yanlışdır. İspanlara məxsus Kastiliya Aragon dövlətləri Portuqaliya krallığı yarandı. Bu da yanlışdır. Burada deməli cavab olacaq A bəndi. 34-cü sual. Səhv fikri müəyyən edək. Cavidan Əbu İmranın başçılığı hücumlarının ilk çıxışları qələbə ilə başa çatmışdı. Qələbə sözünə görə burada deyək ki, yanlışdır. Azərbaycanda yanlış olduğu üçün bizə cavab A bəndi olacaq. Azərbaycanda Beyləqanlı Müşafirin başçılığı ilə Əməvilərə qarşı üsyan başlamışdı. Abbasilər tərəfindən yatırmışdı. Doğrudur, götürmüş bunu. Biz yanlışı götürməliydik. Anında götürdük. Babəşin ərəblərə qarşı apardığı son döyüş nəticəsində Bəzz qalası düşmənin əlinə keçdi. Bu da doğrudur. 837-ci ildə Həştəçər dağı yaxınlığında döyüşlərdə Babəşin ordusu parlaq qələbə qazanmışdır. Bu doğrudur. 829-836-cı illərdə Xürrəmlər hərəkatı xilafət nəzarət altına alan xalqların mübarizəsinə təkan vermişdir. Bu doğrudur. Sacilər, Salarilər və Rəvvadilər dövlətinə aid xüsusiyyət soruşur. Venn diaqramında Ərdəbil paytaxt şəhəri olmuşdur. Ərdəbil Sacilərin paytaxtı, Salarilər və Rəvvadilərin paytaxtı olmuşdur. 4 olacaq A. 4-ə A olduğunu bilərək, deməli, nə istərik? Y-ni istərik, D-ni istərik və C-ni istərik. B-yə baxaq. Xəzər dənizində işlə və ticarət gəmiləri üzməyə başlamışdı. Bu hadisədən aid Salarlərə aid. 2 B olacaq. Deməli, 4-ə A, B olan məzdə. Daha sonra davam edir ki, iş tərəfindən Azərbaycan ərazisini türk süvarilərinin hakimiyyəti altına birləşdirən Sacilər idi. Ərəb ordusu üzərində parlaq qələbə qazanan yenə Sacilər idi. Daha sonra hökmdarı Azərbaycanı tutmuş 2000 Oğuz ailəsindən dostasına qəbul etmiş Rəvvadilər idi. Hətta daha sonra Şəddadilər də qəbul edəcəklər. 1-ə C, D olacaq, 2-ə B, 3-ə Y, 4-ə də A olacaq. Deməli, Axund dövləti ilə birinci Göytürk xaqanlığının oxşar cəhəti Axund və birinci Göytürk. Silah sala salınması Axunda yoxdur. Birinci Göytürkdə var. A-nı atarıq onun üçün oxşar xüsusiyyət soruşur. Sasani dövlətində müharibədə qələbə qazanması Axunda, deyək ki, bəli, Ağsuvar xan Firuz şahı Turan taktikasından məğlub etmişdi. Birinci Göytürklər də Sasaniləri məğlub edib oradan onlardan Soqdiana ərazisini almışdı. Cavab olacaq B bəndi. Hindistanın şimal-qərbini Axundlar tutubsa da Göytürklər tutmayıb atarıq. Dövləti şərq-qərb hissələri parçalanması Göytürklərə aid, Axundlarda yoxdur. 4-cü yüzilliyin ikinci yarısında yaranma Axundlara aiddir. Birinci Göytürk 552 ildə yaranmışdı. Deməli, daha sonra 38-ci sual. Ağqoyunlu hökmdarı Həsən padşahdan fərqli olaraq
Səbəbi hökmdar Şah İsmayıl, paytaxt Təbriz olan yeni dövlət, hər ikisi də atarıq vahid deyil, bu oxşar xüsusiyyətdir. Xorasanın bəli, uzun əsər Xorasanı deyib çıxmamışdı. Şah İsmayıl isə Xorasanı öz hakimiyyəti altına almışdı deyə cavab 38-də B bəndi. Deməli, 39-cu hadisə nəticələrinin səhv verildiyi. Bax, səhv. Şah Abbasın, 2-ci Abbasın dövründə Rusiya ilə hərbi münaqişənin baş verməsi, Rus qoşunlarının Bakı və Dərbənd şəhərində xeyr, bu yanlışdır. Yanlış olduğu üçün cavab olacaq A bəndi. Alma bulağı adlı döyüşdə Səfəvlərin qələbə qazanması, Azərbaycan Bayandurlu sülaləsinin hakimiyyətindən son qoyulması 1503, bu doğrudur, götürmür. Çünki bizdən səhv soruşuldu. Baxın, siz də bu formada işləsəz, hansı ki, yazdığınız testlərdə düzlərin sayını çoxaltmış olacaqsınız. Bütün variantlara çalışın ki, testlərdə baxın. Şah Abbasın hərbi islahatlara keçirilməsi, ordu silahı malik nizami ordu yaradılması, bu doğrudur, bəli. Şəki hakimliyinin Səfəvi dövlətinin tərkibinə qatılması, 551. Azərbaycan torpaqlarının vahid dövlət halında birləşmə prosesinin başa çatması, bu da doğrudur. Şirvanşahlar dövlətinin Şah Təhmasib tərəfindən son qoyulması, 1538. Dərbənddən son çatması, bu da doğrudur. Daha sonra deməli, 40-cı sual. 1-ci Dünya müharibəsində Almaniya qarşı vuruşan 2-ci Dünya müharibəsində isə onun müttəfiqi olan, onun dostu olan kim idi? Yaponlar idi. Bu Yaponları Vaşinqton konfransında elə incitdilər ki, o da daha sonra ABŞ-a qarşı revanşist siyasəti yeritməyə başladı və daha sonra gələcəkdə onlara qarşı müharibə aparacaqdı. Deyli Sultan, Deyli hökmdarlarından söhbət gedir, Qütbəddin Aybək və Əlaəddin Xələt. İslam dini Hindistanda geniş yayılmasına böyük rol olmuşdur. Abbas xəlifəsi tərəfindən Hindistan sultanı kimi tanınansa, bunun yeznəsi olan el tutmuş idi. Türklərin dili və tarixinə aid əsərlər yazdırmışdı. Bəli, bu da doğrudur. İslam türklə bağlı nə gördürsə, Qütbəddin Aybəkdə götürə bilərsiniz. İslam dilini yayıb, türk dilini inkişaf etdirib, AC olacaq birə. Birə AC olduğunu bilərək bunları istərik. Əlaəddin Xələt Əmir Teymurun hücumuna qarşı mübarizə aparmışdır. Əlaəddin Xələtlə Teymur bir-birini görə bilməzlər. A yanlışdır. Cənubi Hindistanı tabe etmişdi. Cənubi Hindistan bəli Xələt tabe etmişdi. Monqol təhlükəsinin qarşısını tamamilə almışdı. Bəli almışdı. Birə AC, 2-yə də BC olacaq. AC, BC. Burada bir dənə incəlik var. Nə? Deyək ki, Əmir Teymurun yürüyüşü zamanı hansı suali hakimiyyətli idi? Deyilsə bizdən sual düşsə ki, Əmir Teymurun yürüyüşündə hansı suali hakimiyyətlidir? Deyək ki, heç bir. Belə bir sual düşənməz. Çünki Əmir Teymurun dövründə hansı suallərin hakimiyyətli olmaq məsələsi yoxdur. O isə boşluqdur, yəni. 15-ci əsrdə deyir, Əfqanlar gəlir. Ona qədər, yəni, kiminsə gəlməni demirik biz. Orada elə bir məsələ yoxdur. 1135-ci-də Gəncə müqaviləsi. Deyək ki, Rusiya və Səfəvilər arasında imzalanmışdır. Bir Kürdən çayından cənubdakı Xəzər sahili torpaqlar, vilayətlər Osmanlı dövlətinə qaytarıb. Tutaq ki, bu sualı bilmirsiniz, amma boş bilirsiniz ki, müqavilə Səfəvilərlə Rusiya arasında imzalanıb da. Bu da Osmanlıların işi nədir? Bir atarıq. Bir atdıq. 2 avtomatik doğrudur. Səfəvi Rusiya dövləti arasında bağlanmışdı, bəli. 2-yə plus qoyaq, 1-ə minus qoyduq. 3 Rusiya ordusu Terek çayından cənubdakı Xəzər sahili vilayətləri tamamilə tərk etməlidir, bəli. Tamamilə tərk etməlidir. 3 doğrudur. 2, 3, 4, 5, 3, 3, 5 olacaq A bəndi. Görək 4 niyə səhvdir? Osmanlı ordusu, baxın, yenə Osmanlı ilə bağlı bənd var. Onun üçün Osmanlı səhvdir. Yəni, siz 4 ilə 1-i Osmanlının bu müqaviləyə aid olmadığını bilsəz, bu testi düzgün yazmış olarsınız. Və bu tipli testlərin 99%-də suallar bu formada olur. Bir-iki variantı çıxarmaqla, hansı məlumat, konkret məlumat bilməklə testi düzgün tapmaq olur. Soyuq müharibə dövrünün başa çatması 1991. SSR-nin dağılması. Karib böhranı 1962. Bloklara qoşulmanın hərəkəti 1961. Evet, bu bildi. Daha sonra ABŞ SSR qısa və orta mənzilli nüvə silahlarının ləğvi haqqında müqavilə 1987. Burada deməli nə olacaq? Birinci olacaq 3, 2, 4, 1. 3, 2, 4, 1. Cavab olacaq C bəndi. 45-ci sual. İngiltərədə 1649-cu ildə qurulmuş Respublikanın iqtisadi tədbirləri. İngiltərədə bir dəfə Respublika olub 1649-dan 53-ə kimi və o iqtisadi tədbirlər nələr olmuşdur? Deməli, vergilərin tənzimlənməsi və çəpələmələrin
qadağan edilməsi. Xeyr, cəbhələnmələr qadağan edilmirdi. Ölkə yun və ipək parçalarının gətirilməsi qadağan edilməz. Bu doğrudur. 2 doğrudur. Yun parçalarının ölkələrin ixracından yüksək gömrük rüsumu qoyulması xeyr, yanlışdır. İngiltərə və onun müstəmləkələri məhsullarının ingilis gəmilərinin gətirilməsi haqqında qanun, bəli, doğrudur. 2-4 olacaq cavab. Cavab olacaq Y bəndi. Bu dövrdə, Respublika dövründə hakimiyyət burjuaziya, yəni varlıların əlində deyək. Varlılar Respublikanın quruluşunu varlılar idarə edirdi. Və onlar da daha çox varlılar yun, ipək parça istehsal edirdilər. Və onlar öz mənafeylərinə uyğun olaraq dedilər ki, ölkəyə yun, ipək parça gətirilməsin. Özümüz istehsal edib, özümüz sataq. Baxın, bunlar özləri hara satırlar? Xaricə. Xaricə satırlarsa, ölkənin ixracından yüksək gömrük qoyarlar, qoymazlar. Təbii ki, qoymayacaqlar. Az qoyacaqlar ki, daha çox məhsul sata bilsinlər. Cavab onun üçün Y bəndi olacaq. Bu mövzunun tamamilə izahına baxmaq lazımdır. YouTube kanalıma daxil olub, daha doğrusu bu hissəyə YouTube'da baxırsınız da, orada dərs izahlarını yerləşdirmişəm. Onlara baxa bilərsiniz. Rusiya Çarı 1-ci Pyotrun islahatlarının nəticələrini müəyyən edin. 1-ci Pyotrun islahatlar keçirmişdi 1700-cü illərdən sonra. Və görək nə oldu? Rusiyanın Avropadan gəliri azaldı, bəli, azalmışdı. Təhkimçilik asılının rəsmiləşmə prosesi. Deməli, təhkimçilik asılılığının rəsmiləşmə prosesi başa çatdı. Xeyr, bu səhvdir. Təhkimçilik asılılığının rəsmiləşməsi deyək ki, məclis qanunnamasında 1649-dur. Onun üçün burada 1-2 olmayacaq. Mütləq monarxiyanın formalaşma prosesi başa çatdı, bəli. C bəndi olacaqdır burada. 1-3 olacaqdır. Deməli, 47-ci sual. 19-cu əsrin ikinci yarısı ABŞ Konstitusiyasına edilən əlavə düzəliş ağdərlilərlə qaradərlilər məsələsidir. Burada cavab D bəndi olacaq. 48-ci sual. Deməli, deyək ki, 1911-13-cü illərdə Çin inqilabının nəticələrinə aid deyil. Aid olmayan soruşur. Ölkədə ilk dəfə qadınlar kişilərə bərabər hüquqların verilməsi aid deyil. İlk dəfə Taipinlərdə verilmişdir. Monarxiyanın devrildi, doğrudur. Prezident idarəsi doğrudur. Ölkə respublika elan edildi. Vəqət konstitusiya bu da doğrudur. Demək, Qubalı Fətəli və Şəkixana hadisələri Qarabağ xanlığı üzrə uğursuz yürüş etmişdi. Fətəli 1381, Hacı Çələbi 1348. Şaman xanlığını ələ keçirmişdi. Fətəli xan keçirmişdi 1368-də. Hacı Çələbi 1355-də hücum edib uğursuz olmuşdu. Vergi sisteminin nizama salmaq üçün tədbirlər görmüşdülər. Doğrudur. 1-3 cavab olacaq C bəndi. Azərbaycan Respublikasının 21-ci yüzilliyi, daxili siyasət, xarici siyasət, torpaq islahatı haqqında qanun nə vaxtdır? 1996. Və bu çıxar. Ana tarix. Ana tarix. Bütün çağda şəhərciklər ləğv olundu. 2007. 2007. Deməli, 1-ə B-dir. 1-ə B-isə C də var burada. Dost mərkəzi 2019. Bu aid olacaq. 1-ə B ilə C olacaq. Cavab Y bəndi olacaq da. 2-ə də AC. BMT Təhlükəsizlik Şurası 2011. NATO 1994-dür, götürməliyik. Türk Təşkilatı 2024-dür, götürərik. Hansı ki, Türk Dövləti Qarabağ bəyannaməsinin qəbul edilməsi. Burada cavab Y bəndi olacaq. Ən birinci ulduzla göstərmiş ərazi söhbət Türkiyədən gedir. Türkiyənin 20-ci əsrin 20-ci yüzillikləri və 20-ci yüzilliyin sonları və 21-ci yüzillik. Bakı yəni Bolşevik daşnaqlar azad olmasına vaxt 1918-dir. Eləmi? A onu da atarıq. A yanlışdır. A-nın yanlış olduğunu və 2-dən cavabımız qalır. Paris konferansında Azərbaycan müstəqilliyini. Heç Parisə bunları çağırmamışlar. B onun üçün yanlışdır. Belə nə olacaq? C olacaq. Naxçıvanın Azərbaycan tərkibində qalmasında misilsiz rol oynamışdır. Bəli, Veysəl bəy gələndən sonra 20-ci il hadisələri. 2-də nə olacaq? Azərbaycan müstəqilliyinin tanınması. Bəli, Azərbaycan müstəqilliyini 91-ci ildə iş tanıyan dövlətlərdən biri Türkiyə idi. Müttəfiqlik haqqında Şuşa bəyannaməsi imzalanması bu da var. Cavab olacaq. 1-ə 2-yə də AB olacaq. 1-ə C, 2-yə də AB. Doğru. Burada Ermənistanın atəşkəs haqqında saziş bağlanması, vasitəçi etməsi bu səhvdir. Bu Rusiya idi. Rusiya bizim üçün ermənilərdən bizə vasitəçi olmuşdur. Rusiyanın Qacarlar və Osmanlı dövlətlərindən ermənilər kütləvi şəkildə köçürüb yerləşdirildiyi Azərbaycan ərazisi. Bu, bilirsiniz, Türkməncə 1828, Ədirdə 1829. Bir Qarabağda, bir deyək Naxçıvanda, bir İrəvanda, bir də Borçalı ərazilərində
məskunlaşdırılmışdır. Burada 3-ü var, olacaq cavab 1, 3, 4 A bəndi. Bizə sual düşsə də əsasən elə bunların 3-ü düşə bilər. Başqa nəsə bir şey düşə bilməz. Türkiyə Respublikasının 20-ci yüzilliyin 30-cu illəri 1930-cu illər görəcək nə olub Türkiyədə? Deməli, deyir ki, Konstitusiyanın qəbul edilməsi 24, 1 atarıq. Paytaxtın İstanbulun Ankara çevrilməsi 20-ci ildə atarıq. Soyad haqqında qanun 34, 34. Möhtərəm Konfransı 1936. Millətlər Cəmiyyətinə daxil olması 1932. Cavab nə olacaq? 3, 4, 5 olacaq. Deməli, deyir ki, Wilbrandın hökumətin xarici siyasəti 1969-74-də xarici siyasətinə aid olanlar tapılır. Şərqi Avropa dövlətləri müharibədən sonraki sərhədlərin tanınması doğrudur. NATO-ya 1955-də Almaniyanın daxil olması 2 yanlışdır. Bu 1969-da gəlib, 69-da 74-də kimi dövrün soruşur bizdən. Almaniya Demokratik Respublikası ilə münasibətlərin qurulması doğrudur. Cavab olacaq 1 və 3. Hərbi xərclərin azalması aid deyil. Həmçinin plusda xarici siyasət soruşur bizdən. Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan Respublikası oxşar xüsusiyyətdir. Üç rəngli bayraq varsa doğrudur. Konstitusiya yoxdur. AXC-də konstitusiya olmur. Ermənilərlə mübarizə bütün dövrlərdə var. Aqrasiya sahəçiləri torpaq məsələsinin həll olunması Azərbaycan Respublikasına aiddir. Milli pul vaidinin dövrəyə buraxılması aid olacaqdır. Milli pul vaidinin dövrəyə buraxılması da aid olacaqdır. Onun üçün burada 55-də olacaq 1, 3, 5. 5. Cənubi Azərbaycanda baş vermiş xronoloji acılıq. Taxıl möhtərisinə qarşı Zeynəb Paşa. Deməli, 1898. Babillər üsyanı 1848. Xarici torpaqları 1886. Satılmasından bağlı fərman. Tütün və tənbə əkimi 1891. Deməli, birinci olacaq 2. Sonra olacaq deməli 86. 2, 3, 4, 1. Uyğunluğu müəyyən edin. 14 və 15-ci yüzillik. Əpər sazişi. Bax, əpər sazişini əgər siz deməli, əpər sazişi nə vaxt? 1500-cü il. Düşür nə vaxtda? 15-ci yüzilliyə. Deməli, 2-yə nə olacaq? A olacaq. Əgər siz əpər sazişi 1500-cü il, 16-cı əsr götürsəz, bunu A-nı yazmayacaqsınız və tez-tez cavabı səhv çıxacaq. Deyək ki, 1500-cü il 15-ci əsrdir, 1400-cü il 14-cü əsrdir, 1800-cü il 18-ci əsrdir, 1900-cü il 19-cu əsrdir, 2000-ci il 20-ci əsrdir. Bu belədir bir qayda olaraq. 700-cü il 7-ci əsrdir, məsəl üçün deyirəm, 800-cü il 8-ci əsrdir. Belə yadımıza saxlayaq. Qızıl Ordu xanı Canı bəyin Azərbaycana yürüşü. Bəli, 1357. 1357 nəyə düşəcək? 14-cü əsrə düşəcək. 1 olacaq 1. Təbrizdə çoban zülmünə qarşı üsyan 1344. Bu da hansı C-yə uyğundur. Krım xanlığı ordusunun məğlub edilməsi. Bu Krım xanlığı ordusu məğlub edilmişdir. Deyək ki, 1578-də Molla Sənin döyüşündə. Bir də 1618-ci ildə Sınıq körpü döyüşündə. Onun üçün bu heç bir aid deyil. Teymurilər dövlətindən təzminat alınması. 1458-59-da təzminat almışdır. Cahanşah Əbu Səiddən. Bu da Y burada aid olacaq. Deməli, 1-ə BS, 2-yə də AY olacaqdır. Deməli, situasiyanı oxuyuruq. Deyək ki, 2020-ci il Vətən müharibəsi nəticəsində şəhər, kənd məntəqələrimiz düşmən işğalından azad edilsə də, Qarabağın Rusiya sülh məramlarına nəzarəti altında olan ərazisinə qalan Ermənistan hərbi qüvvələri suverenliyimiz üçün böyük təhdid və bölgədə aparılan nəhəng quruculuq işləri üçün maneə idi. Qəhrəman Azərbaycan ordusu 2023-cü il sentyabrın 19-20-sində Qarabağın digər əraziləri düşməndən təmizləmək və Xankəndidə cinayətkar separatçı rejimi ləğv etmək üçün 23 saat davam edən uğurlu bir əməliyyat keçirdi. Artıq yəni bilirik ki, bu hansı ki nədən bəhs edir mənbə. Deyir, mənbədə bəhs edilən hərbi əməliyyatın hansı adla tanındığını və ya mahiyyətini daşıdığını yazın. Lokal antiterror əməliyyatları. Antiterror əməliyyatları yazsaz bəhs edir. 58-də. 59-da deyir ki, mənbənin birinci cümləsində qeyd edilən təhdid və maneənin hansı formada təzahür etdiyini dair nümunə yazın. Kəşfiyyat diversiya fəaliyyəti daşıyırdı. Kəşfiyyat diversiya fəaliyyət edirdilər. 60-cı sual.
Bəhs edilən hərbi əməliyyatın mənbədə göstərilməyin mühüm nəticələrindən ikisini yazın. Deməli, mənbədə göstərməyən nə? Separatçı qurum özünü buraxdı. Deyərək ki, Rusiya bölgədən Rusiya bölgədə olan sülh məramlı qüvvələrini ərazidən çıxartdı.